Ətrafı dağla və meşəliklə əhatə olunan bir ərazi düşünün. Bəli, bura Lənkəranın Osaküçə kəndində yerləşən dağ məskəni təsərrüfatıdır. Burada həqiqətən də insanın bu təbiətdə ruhu dincəlir. Təsərrüfatımızın besetka hissəsindəyik. Burada çox maraqlı əl işləri var. Bununla yanaşı digər tərəfdə stol var ki, orada otura bilərlər gələn qonaqlar üçün. Burada diqqətimi çəkən bunları kim eləyib Mahir bəy? Bunları anam toxuyur. Ananız Anam toxuyur, bu həsirdir. Aha. Bu da ki, səbətlərdir. Gələn turistlər elə bir şey gəlib burada məhsul yığıb, limon, mandarin, kentan, nədir yığırlar, özləri üçün, məsəl üçün götürürlər. Çox maraqlıdır. Satış eləyirəm. Satış. Məsələn, gələn qonaqlar üçün sifarişlə də toxuyur orada? Toxuyur, bəli. Nə gözəl. Ümumiyyətlə, bu besetka gələn qonaqlar burada həm qarşılayırsınız, Bəli. çay, çörək, milli təamlarımızdan da təklif edirsiniz, düzdürmü? Necədir, biraz məlumat verərsiniz? Bu besetka da ki, gələn qonaqlar oturub çay içirlər, istirahat edirlər. Həm də ki, dövlət tədbirləri olur, aqroturizm tədbirlər, belə tədbirlər. Burada çox gəlib elə bir ki, tədbirlər keçirlər. Loqolarını qoyurlar orada, kənd sahibkarlarını yığırlar, onlarla elə bir ki, tədbirlər keçirlər. Ödənişini eləyirlər mənə. Onların çay, kofesini zadını hər verirlər. Hər halda işinizə yarayır besetka. Yarayır, bəli. İndi təsərrüfatın digər hissələri də, məsələn, sizdə bağ var, səhv eləmirəmsə, böyük bir ərazidə. Burada həm də bağ var, bağda meyvələr var. Demək olar ki, istədiyiniz hər meyvəni burada tapa bilərsiniz. Əsasən də sitrus meyvələrdir sizdə. İstəyirsiniz elə keçək ora, biraz da orada davam edək, görək orada başqa nələr var. Yaxşı. Hazırda təsərrüfatın bağ ərazisində, hissəsindəyik. Burada limon ağacları var və biz yığım eləyirik. Deyəcəksiniz ki, may ayıdır və aprel ayıdır və hələ də ağacın üstündə limon var. Nəyə görə qalıb? Nəyə görə qalıb? Çünki bunları çoxları satıblar, bunları saxlamırlar. Mən bunu qonaqlara görə saxlayıram. Turistlərə görə saxlayıram. Mövsümü hər belə bovirsi yetişsə də o köynələr qalır yerində. Yəni gəlib özləri dərib götürürlər, yaxşı qiymətə də götürürlər. Bu nədir? Kentandır. Kenkan deyirlər. Kenkan. Çox xeyirli meyvədir. Gələn qonaqlar özləri bax belə balaca qəşəng hörmə səbətlər götürüb bağa girirlər, qəşəng dərirlər, həm səbəti götürürlər, həm meyvəni götürürlər. Qəşəng maraqlı şəkillər çəkdirirlər. Yəni həqiqətən möhtəşəmdir. Yəni bir sözlə möhtəşəmdir. Başqa bağın hansı hissələr var? Orada limondur, hə? Orada limondur. O tərəfdə də var. Gedək mandarin bağına. Gedək mandarin. Hətta mandarin də var. Kimin ağlına gələrdi ki, aprel ayında ağacda mandarin olsun? İndi ağaclar çiçək açıb, təzə çiçək. İndi ağacların çiçəkləyən vaxtıdır. Mandarin də bildiyim qədərilə payız ayları, sitrus meyvələri payız aylarında, amma indi hazırda biz yazdayıq və biz ağacdan mandarin dəririk. Bunlar da elə turistlərə görə, qonaqlara görə saxlamışam, paringdə əkmişəm ki, yəni özləri dərsinlər, istifadə eləsinlər. Çox qəşəng. Belə qırırlar. Lənkəran. Yiyirlər. İçi də qəşəng. İçi də qəşəng. Dadına baxaq, görək dadı necədir? Dadı qəşəng, şirindir. Deməli, göyçə. İndi bunun yanında bir dənə nə çatışmır sizcə? Nana, duz. Duz. Bu da ki, yapın əzgilidir. Arxamızda da, indi ondan da dərərəm, bu da yapın əzgilidir. Yetişib saralır. Və əsasən ot biçim vaxtında tam yetişir. Siz buna dərman zad vurursunuz? Yox. Buna dərman versən iri olar da. Tam təbii, orqanik. Biz hazırda təsərrüfatın ən maraqlı hissəsindəyik. Bura çiyələk sayəsidir. Uçsuz bucaqsız böyük bir ərazidir. Hazırda elə çiyələk mövsümüdür. Hətta deyərdim, yığım
prosesidir. Biz Başlayır, yığım bəli. prosesindəyik və bu təsərrüfata gələn qonaqlar Mahir bəy gətirir Çiyələk ərazisinə də, bu əraziyə də burada özləri üçün yığa da bilərlər, qəşəng fotolar çəkirlər, videolar çəkirlər, özləri dərirlər, çiyələkləri yığırlar. Qəşəng bir yerdir. Bəli, Mahir bəy, necə olur burada proses? Necədir bu? Proses turlar çox gəlir bura. Gəlirlər özləri üçün meyvələrdən dərirlər, götürürlər elə, pulunu ödəyirlər, götürürlər. Yəni maraqlıdır. Həm də ki, mənim qonaqlarım gəlir. Öz qonaqlarım. Həmin yerdə öz qonaqlarım. Yerindəcə təbii, orqanik. Bəli, belə özləri dərirlər, özləri götürürlər, ödəyirlər. Yəni sizdən enirsiniz, könül rahatlığı ilə həm gəlirsiniz, dincəlirsiniz. Qulluq eləyirik, həm dincəlirik. Yəni sözün əsl mənasında hər tərəfli Mahir bəy o qədər gözəl şərait yaradıb ki, təsərrüfatında. Yəni burada yoxdur da. Yəni istədiyiniz hər cür çiyələkdir, meyvədir öz bağında, dincəlməyə yerdir, qonaqlama evi də var da sizdə. Bəli. Həmçinin qonaqlama evi də var. Yəni gecəni qala bilərsiniz çox rahat. Həm də ki, əhali də dolanır da. Yəni 5 manatdan, 3 manatdan öz evlərinə gündəlik aparırlar. Şükür Allah sakitçilikdir. Bəs gələcəkdə hansı işləri görürsünüz? Məsələn, daha genişləndirmək üçün o Əsas istəyirəm ki, həmin o yerimiz vardı. Orada bir AFM evlərdən zaddan tikeyim, basenədən tikeyim. Yəni qonaqlar lap rahat şəkildə istirahət eləsinlər. Məncə elə qonaqlar indi də gəlib belə rahat istirahət edə bilərlər, amma gələcək üçün əladır. Təşəkkür edirəm, çox xoş oldu. Allah sizə də can sağlığı versin. Bütün bu təşkilatlara təşəkkür edirəm. Biz bugün şəhərdən kəndə gəlmişdik. Bu gözəl kəndə istədik ki, siz də tanış edək. Biraz da olsa bu gözəlliyi siz də görün. Nə edirsiniz? Siz bizi izləməyə davam edirsiniz. Növbəti bölgələrdə, növbəti kəndlərdə görüşərik.